Quru dəriyə qarşı nə etmək olar sualına cavab vermək üçün ilk öncə dərinin quruluş prinsipini və bir də ki, onun nə üçün quruduğunu başa düşmək lazımdır. Çoxdan da gözlənən bu videoya sözü uzatmadan keçid eləmək istəyirəm. Bugün ilkin dayanacağımız dərinin quruluşu olacaqdır. Gəlin görək ki, bizim dərimizin üst qatı nələrdən təşkil olunub və həmin maddələr bizim dərimizin üst qatında nə kimi funksiya görürlər. Şəkildə dərimizin yan kəsidinin mikroskopik görüntüsünü görürsünüz. Ən üst qat epidermisdir dərinin və onun da ən üst qatı striatum corneumdur. Və bizim söhbətimiz bugün bu qat ətrafında olacaqdır. Bu striatum corneumun daha yaxından göstərilmiş şəklidir. Gördüyünüz kimi striatum corneum təqribən bu hissədir. Dərinin ən üst təbəqəsidir və bu təbəqə keratinositlərdən, daha doğrusu korneositlərdən, yəni nüvəsiz keratinositlərdən təşkil olunmuşdur. Bunlar hüceyrələrdir. Baxın, bu divar kimi bu hüceyrələr bir-birinə birləşərək divar təbəqəsi əmələ gətirir. Bir də bu hüceyrələrin arasında intersellular lipid, yəni hüceyrə arası mühit, yəni bu hüceyrələrin arasındakı mühit, yağlı mühit göstərilir. İndi isə bu mühitin nə işə yaradığına biraz daha yaxından baxaq. Deməli, az öncə gördüyünüz stratum corneum bizim dərimizin ən üst təbəqəsidir və bu üç komponentdən təşkil olunmuşdur ümumi götürdükdə. Birincisi o divar kimi bir-birinə birləşən, kərpic kimi birləşən hüceyrələr. Daha sonra bu hüceyrələrin içində təbii nəmləndirici faktor dediyimiz maddələr mübadiləsi məhsulları var. Bura çoxlarınız bəlkə də tanıyacaqsınız. Amin turşular, urea, urokanin turşusu kimi maddələr məhz buraya, bu qrupa daxildir və bunlar həmin hüceyrələrin tərkibində yerləşirlər. Və ən əsas hissələrdən biri də təbii ki, hüceyrələr arası lipid dediyimiz, yəni hüceyrələr arası yağlı mühit. Bu hüceyrələr belə deyək ki, yağlı bir yatağın üzərində bir-birlərinə düzülmüş şəkildə yerləşiblər. Bütün bunların isə, yəni bu üç komponentin üçünün də özünün rolu vardır. Əvvəla keratinositlər və yaxud da korneositlər. Bu hüceyrələr bir-birlərinə divar kimi birləşərək dərimizin baryerini təşkil edirlər. Bunun nə üçün vacibdir? Xarici mühitdən hər hansı bir mikroorqanizmin və yaxud da toksinlərin, kimyəvi maddələrin bədənimizə daxil olub xəstəlik törətməsinin qarşısını alır. Bu düzülüş. Digər tərəfdən bu hüceyrələrin içərisində olan mübadilə məhsulları, hansı ki dediyim kimi amin turşulardır, ureadır, urokanin turşusudur. Bu maddələr isə özlərinə, bunların ümumi adı təbii nəmləndirici faktor gedir və bu faktorlar, yəni bu maddələr özlərinə su birləşdirirlər. Nəticədə isə dərimizin su mühitinin yaranmasında iştirak edirlər. Nəmliliyi, dəri turqoru dediyimiz dərinin elastikliyində iştirak edən bu mühitin yaranmasında səbəb olurlar. Və bu hüceyrələr arası lipid, yəni hüceyrələr arası yağlı mühit. Bu yağlı mühit isə özlüyündə seramidlərdən, sərbəst yağ turşulardan və xolesterindən təşkil olunmuş bir mühitdir. Bu da yenə üzümüzün yağlılığına səbəb olur. Yəni nə mənada yağlılıq? Bu yağlılıq həmçinin də belə bir funksiyası var ki, üzümüzdən suyun transepidermal olaraq, yəni dərinin o epidermis qatı vasitəsilə bədəndən, üz dərisindən suyun itkisinin qarşısını alır. Yəni suyu qoruyub saxlayır dərimizin tərkibində. Bu yağ təbəqəsi. Gördüyünüz kimi bu üç komponent üzün maye təbəqəsinin, üzün maye, yəni yumşaqlığının sulu olmağında, daha doğrusu yağlı olmasında çox böyük əhəmiyyətli bir rol oynayır. Bu videomuzun birinci partıydı. Bu partda sadəcə üzün quruluşu haqqında danışdıq ki, daha doğrusu dərinin quruluşu haqqında danışdıq. Və bu stratum corneum adlı bu təbəqə, yəni ən üst təbəqə müxtəlif dəri bölgələrində müxtəlif qalınlıqda ola bilər. Ən çox qalınlıq isə əllərdə və ayaqlardadır. Və bu təbəqə gördüyünüz kimi qoruyucu funksiya yerinə yetirir. Dərinin baryer funksiyasıdır. Həm zərərli maddələrin bədənə daxil olmasının qarşısını alır, həm də tərkibində olan yağ və müxtəlif amin turşular vasitəsilə də dərinin nəmliliyini özündə saxlayan bir təbəqədir. Növbəti videoda isə artıq dərinin nəyə görə quruduğunu izah edəcəyim hissəyə keçid edəcəyik.